Mənə həmişə maraqlı olmuşdu ki, orada yazılan 22 dənə parking məsəl üçün vardı içəridə. Onun sayını hardan bilirlər, yəni ki, girib çıxanı necə sayırlar da. Sonra başa düşdüm ki, bu yuxarıdakı qırmızıları görürsünüz. Yuxarıdakı qırmızılar, yəni qırmızıdır. Həm onlar iki məqsədə istifadə eləmək olur. Birincisi uzaqdan parkovka tapmaq, ikincisi onları saymaq. Baxın, məsələn, qıraqda maşınlar dayanıb da. Fokus deyim. Qıraqda maşınlar dayanıb, onları sayanmaz. Baxırıq buradan bir dənə orada yaşıl gördüm uzaqda. Risk veririk, onun yanına saxlayırıq. Onun yanında yox, elə onun altına. Oradakı yaşlı görürsünüz. Bax. Bax, burada da məsələn bir dənə yaşıl altına. Burada yaşıl da elə, altına savaq. Oba. Bu yaşlı oldu, qırmızı. Maşın altında qaldı deyə. Maşında belə arxası vuruqdur. Kəldə belə fırlanım.